Onlar vaxtınız xeyir olsun. Biz bugün 5 iyul tarixində keçirilmiş qəbulun sahına baxacağıq. Vaxt görmədən gəlin suallara tanış olaq. Birinci sualda qeyd olunur ki, iqlim diaqramına aid olduğu məntəqələrin yerləşdiyi inzibati ərazilər üçün doğru olmayan fikri bizdən istəyir. 1402 mm biz bildik Lənkərana aiddir. Daha sonra 247 milli Bakıya, daha sonra 1000 mm Zaqatalaya və 571 mm Qubaya aiddir. Rayonda yəni məntəqələri müəyyən elədik. İndi isə gəlin bunlara aid olan xüsusiyyətləri qeyd edək və yəni aid olmayan xüsusiyyəti biz seçməliyik variantda. Baxaq, A variantda deyir ki, 1 və 4 Lənkəran və Qubada, yəni meşə landşaftı formalaşmışdır. Bəli, hər ikisi meşə landşaftı formalaşmışdır. Ona görə bizim cavabımız bu ola bilməz. Bizdən uyğun olmayan istəyir. Yəni doğru olmayan fikri bizdən istəyir. Daha sonra 1 və 2. 1-də Lənkərandır, 2-də Bakıdır və Xəzər dənizində çıxışı var. Bəli, hər ikisinin Xəzər dənizində çıxışı var. Ona görə 2-də B variantı olmaz. 3 və 4 Zaqatala və Qubadır. Qafqaz dairəsinə mənsub xalqlar yaşayırlar. Bəli, bu doğrudur. Qubada Quba arasında ləzgilər, həmçinin Zaqatala arasında isə avarlar yaşayırlar. Ona görə 3-4 olmaz. Yəni C bəndi olmaz. D-yə baxaq. Lənkəran və Zaqatalada mülayim isti iqlim tipi yayılıb. Bəli, bu doğrudur. Birində yay quraq, digərində isə qış quraq keçən mülayim isti iqlim tipi vardır. Həmçinin digər mülayim isti iqlim tipi də orada mövcuddur. Ona görə D bəndi olmaz. 2 və 4-ə baxaq. Bakı və Qubanın bizdən soruşur. Filiz faydalı qazıntıları vardır, yataqları vardır. Xeyr, Bakıda filiz faydalı qazıntıları yox. Şey yatağı var, çökmə mənşəli yataqlar var. Ona görə düzgün cavab olacaq Y bəndi. Həmçinin Qubada da filiz mənşəli faydalı qazıntılar yoxdur. 62-yə baxaq, uyğunluğu müəyyən edin bizdən istəyir. Litosfer tavanının ayrılma sərhədi və litosfer tavanının toqquşma sərhədini istəyir. Orta okean silsilələri bu aid olacağı litosfer tavanının ayrılma sərhədinə 1-ə A gedəcək. Daha sonra siperlər və faylı dağlar heç birinə aid olmayacaq. Bu platformaya aid olan bir termindir. Ona görə B-ni götürmürük. Qırışıq dağlar bu litosfer tavanının toqquşma sərhədinə uyğun gələcək. Ona görə 2-yə gedəcək C. Sonra D-də deyir ki, rift dərələri bilirik ki, orta okean silsilələrinin yanında olur. Ona görə də 1-ə gedəcək, yəni D bəndi. Sonra dənizli okeanovları litosfer tavanının toqquşma sərhədində mövcud olur. Ona görə dənizli okeanovları gedəcək. Hara? 2-yə. 1-ə A-dir, 2-yə C-Y. Baxaq görə hansı variantımızdır? Düzgün cavabımız olacaq D bəndi. Daha sonra xəritə sıxımında hərflərlə işarələnmiş məntəqələrin yerləşdiyi iqlim quşaqlarında qışda üstünlük təşkil edən hava kütlələrini bizdən soruşur. Baxaq, D-də aralıqdır, C-də də aralıqdır, B-də ekvatorial, A-da isə subekvatorialdır. Baxaq, C və D-də ekvatorial hava kütlələri təsir olur. Xeyr, bunlar tropik və mülayim hava kütlələri təsirinə məruz qalır. Ona görə A bəndi olmaz. A bəndi olmaz. Üstünü eləyim. A bəndi olmaz. Sonra A və B-də tropik, C və D-də mülayimdir. Düzgün cavabımız olacaq B bəndi. Sonra baxaq 64-də baxaq sxemə əsasən A, B və C məntəqələrinin yerləşdiyi müvafiq saat quşaqları və A məntəqəsi ilə C arasında quşaq vaxt fərqini hesablayın. Gəlin baxaq. Məntəqələrin yerləşdiyi saat quşaqlarına baxaq. A-ya baxaq. A qərb ölkəsində yerləşir. Biz saat quşaqları tapan zaman, yəni verilən rəqəmi 15-ə bölürük. Əgər qalıq 7,5-dən kiçikdirsə, rəqəmi olduğu kimi götürürük. Yox, böyükdürsə üzərinə 1 əlavə eləyirik. İndi biz tərifi bildiyimiz üçün gəlin 35-i bölək 15-ə eləyəcək 30. Yerdə qalacaq təxminən yəni 7-dən az qalacaq deyənə 2 götürəcəyik biz burada. Qərb yarımkəsində olduğu üçün 24-dən 2 çıxacaq. A-nı tapacaq ki, 22-ci saat quşağında yerləşir. A yerləşdi 22-ci saat quşağında. B
B-yə baxaq. B yerləşir 40 dərəcə şimal enliyində. 40-ı 15-ə böləcək 2 və alınan qalıq da 7,5-dən 1 olduğu üçün 2-nin üzərində 1 gələcək. B də yerləşəcək. B də 3-dür və B də yerləşəcək 3-cü sarı qurşağında. 1 dəqiqə 40-a böləndə 15-ə 2, 3-cü sarı qurşağında yerləşəcək. 75'e baxaq. 75'i də biz 15'e böldüyümüz zaman tam bölünür, yəni 5. Tapdıq ki, A yerləşdi 22-ci saat qurşağında, B yerləşdi 3-cü saat qurşağında, C yerləşdi hansı 5-ci saat qurşağında yerləşdi. Bizdən vaxt fərqini istəyir. Buradan bura A-dan, A ilə sərəsdəki qurşaq vaxt fərqini hesablamamız istəyir. A'dan yəni Greenwich medianına qədər 2. Greenwich medianından isə C-yə qədər, yəni C məntəqəsinə qədər isə 5 saat qurşağı var. 2 ilə 5 toplayan zaman eləyəcək 7. Düzgün cavabımız olacaq A bəndi. Sonra bizdə 65-ə baxaq. Doğru sıraları müəyyən edin. Alyaska isti cərəyanda alyot adalarının təsir edir. Bəli, bir doğrudur. Biri götürərik. Mozambik soyuq cərəyan deyil. Mozambik isti cərəyandır. Ona görə 2-ni götürməliyik. Sonra Peru soyuq cərəyandır və Atakama səhrasını yaradır. 3-ü götürərik. Sonra Şimal Atlantik cərəyanı istidir və İrlandiya adasına təsirli. 4-ü götürərik. Gulf Stream cərəyanı istidir, amma Braziliya yaylasına təsiri yoxdur. 5-i götürməliyik. 5-i götürməliyik. Somali soyuq cərəyanında Şri-Lanka adasına deyil, Somali yarımadasına təsir göstərir. Ona görə altında götürmürük. Düzgün cavabımız olacaq 1, 3, 4 A bəndi. Sonra baxaq. Verilən xüsusiyyətlərinə aid olduğu fiziki coğrafi vəlayəti müəyyən edin. Ərazisində orta illik temperaturu 14,5 dərəcədir. 4-cü dövrün çöküntülər geniş yayılmışdır. Fiziki coğrafi rayonlar isə digər rayonlardan vilayətindən daha çoxdur. Burada Orta Araz vilayəti olmayacaq. Orta Araz vilayətində fiziki coğrafi rayonların sayı azdır. Ona görə bəndə olmaz. Lənkəran olmaz. Böyük Qafqazda 4-cü dövrün çökmə süxurlar geniş yayılmayıb. Kiçik Qafqazda da vulkanik süxurlar geniş yayılıb. Ona görə, yəni maqmatik süxurlar geniş yayılıb. Ona görə düzgün cavabımız olacaq B bəndi. Yəni buradakı punktların uyğun gəldiyi variant B bəndi. Yəni Kür dağarası çökəkliyi. Sonra 67-yə baxaq. Bizdə A və B. A-da bizdə qitəni istəyəcək, qitəni, B-də bizdə isə ölkəni istəyəcək. Dəmir filiz hasilatı və neft qaz hasilatı. Dəmir filiz və neft qaz hasilatı Asiya üçün biri götürə bilərik. Afrikada Liviyada neft qaz olsa belə dəmir filiz ehtiyatı yoxdur. Ona görə 2-ni götürə bilmərik. Sonra Avropada Niderlandda neft qaz ehtiyatı mövcud olsa da dəmir filiz ehtiyatı mövcud deyil. Sonra Latin Amerikası, Uruguay bu variant uyğun gəlmir. Və 5-də Şimal Amerika və ABŞ bu variant uyğun gəlir. Düzgün cavabımız olacaq C bəndi. Davam eləyək. 68-ə baxaq. 68-də bizdə nə deyir? Nəqliyyat növləri var və dəniz, hava və dəmir yolu xüsusiyyətlərini bizdən istəyir. Beynəlxalq yük daşımaların çox hissəsini daşıyır. Bu təbii ki, aid olacaq dəniz nəqliyyatına 1-ə A. Sonra qitələr arası sərnişin daşımalarında birincidir. Bu hava nəqliyyatına aid olacaq 2-ə B. Sonra Qərbi Avropa və Şimal Amerika ölkələr arasında yük daşımaların rolu böyükdür. Bu dəniz nəqliyyatına aiddir. 1-ə C. Sonra ən sürətli və ən dinamik nəqliyyat növüdür. Bu aid olacaq hava nəqliyyatına 2-ə D. Sonra hava şəraitində asılığı azdır. Bu dəmir yolu nəqliyyatına aid olacaq. 3-ə də eləcək Y. 1-ə AC, 2-ə B-dir, 3-ə Y. Düzgün cavabımız olacaq Y bəndi. Sonra Afrika və Avstraliya materiklərində yaranan iqlim qurşaqları. Baxaq. Ekvatorial Avstraliyada yoxdur. Ona görə A bəndi səhvdir. Sonra subekvatorial tropik və subtropik düzgün cavabımız olacaq B bəndi. Eyni qaydada ekvatorial Avstraliyada, mülayim isə Afrikada yoxdur. Sonra mülayim Afrikada yoxdur.
Eyni qaydada da Afrikada mülayim yoxdur. Ona görə düzgün camımız olacaq B bəndi. Sonra 70-ə baxaq. Elektrik enerji istehsalında seçilən rolun çox olduğu ölkələr. Türkmənistan bilir ki, quraq ölkədə, orada yəni çaylar azdır. Ona görə bir olmaz. Norveçi götürərik. Sonra Küveytdə su ehtiyatları azdır. Braziliya olar. Sonra Kanada uyğundur. Düzgün cavab olacaq 1, 4, 5. 1 baxaq. Düzgün cavab olmalı. Hə, düzgün cavab olacaq 2, 4, 5. Üzülü say. 2, 4, 5 Y bəndi. Eyni qaydada Liviyada su ehtiyatları azdır. Fransada isə atom elektrik stansiyaları üstünlük təşkil edir. Ona görə 7-də götürməliyik. Düzgün cavabımız oldu 2, 4, 5 Y bəndi. Sonra baxaq, şərti işarələr əsasən Azərbaycanda faydalı qazıntı yataqlarını müəyyən edin. Polimetal filizi, mis və civədir. Daş sallaqlı bentolit yatağıdır. Ona görə A bəndi səhvdir. Sonra Dəmiroğlu dəmir yatağıdır. Ona görə B bəndi səhvdir. Kastaq, Qaradağ və Narzanlı. Bunlar hər biri Kastaq, polimetal, Qaradağ, mis və Narzanlıdır. Civə yatağıdır. Ona görə C düzdür. Nehrəm, D-də Nehrəm duz yatağıdır, ona görə olmaz. Sonra Hamamçay da nədir? Dəmir yatağıdır. Ona görə də Ağcakətdə gips yatağıdır. Y bəndi olmaz. Düzgün cavabımız olacaq C bəndi. Baxa 72 baxa. Laçın, Şərur və Qəbələ inzibati rayonlar üçün ümumi xüsusiyyətləri müəyyən edir. Ərazilərində yeraltı sularla qidaların çayları vardır. Bu tamamilə doğrudur. Sonra filiz faydalı qazıntı yataqlarına rast gəlinir. Burada Qəbələdə rast gəlinmir. Ona görə 2-ni götürməliyik. İki ölkə ilə həmsərhəd Qəbələ və Laçın bir yer. Qəbələ Rusiya, Laçın Ermənistan. Şərur isə həm Ermənistan, həm də İranla həmsərhəddir. Ona görə 3-ü götürməliyik. Sonra ərazisində su iqlim tipi yayılmışdır. Bəli, hər üçündə su iqlim tipi yayılmışdır. Yəni fərqli növləri yayılsa belə, yəni hər birinin ərazisində su iqlim yaranmışdır. Məsələn, Şərurda yayı quraq keçən soyuq, Laçında qışı quraq keçən soyuq və bərabər yağıntılı soyuq da Qəbələdə yayılmışdır. Ona görə 4-ü götürərik. Sonra yerləşdiyi iqtisadi rayon yay otlaqları mövcuddur. Bəli, bu doğrudur. Yay otlaqlarını götürə bilərik. 5. Kiçik Qafqaz tektonik qalxma zonasında yerləşir. Qəbələ Böyük Qafqaz tektonik zonasında yerləşdiyi üçün 6 olmaz. Düzgün cavabımız olacaq 1, 4, 5 Y bəndi. Sonra baxaq. Verilən xüsusiyyətləri xəritə sxemində rəqəmdə qeyd edilmiş hansı türk dövlətlərinə aid olduğunu müəyyən edir. Gəlin birinci müəyyən edək. Bu hansı türk dövlətləridir? Birinci Türkmenistan, ikinci Türkiyə, üçüncü Qazaxıstan, 5 Özbəkistan, 6 da Qırğızıstandır. Görək 6 varmı yoxsa yoxmudur? Deyəsən yoxdur. Birinci Türkmenistan, ikinci Türkiyə, 3 Qazaxıstan, 5 4 yoxdur. 4 də Qırğızıstandır. 1 Türkmenistan, 2 Türkiyə, 3 Qazaxıstan, 4 Qırğızıstan, 5 də Özbəkistan Respublikasıdır. Gəlin baxaq variantlara. Xəritə sxemdə verilən bunu şərt oxumuşduq. Materik daxili ölkə olsa da çay və kanallar vasitəsilə dünya okeanına çıxışı vardır. Bu təbii ki aid olacaq Qazaxıstan və Türkmenistana aid olacaq. Xəzər sahili mövqedə yerləşdiyi üçün 1-ə gedəcək 1, 3. Daha sonra bura yazaq 1, 3. Sonra çayları kökünə özəsinə aiddir. Bu Türkiyə aid olacaq. 2 yazacaq 2. Əhalinin əsas hissəsi Uyğur dilinə aiddir. Bura aid olacaq özbəklər. 3-ə gedəcək 5. Dağlıq relyef üstünlüyü təşkil edir. Bu Qırğızıstana aid olacaq. 4-ə də gedəcək 4. 1-ə getdi 1, 3, 2-yə getdi 2, 3-ə getdi 5, 4-ə getdi 4. Düzgün cavabımız olacaq A bəndi. Sonra baxaq, kəsmə yüksəkliyi hündürlüyü 10 metrə bərabər olduğunu nəzərə alarsak, təpənin nisbi hündürlüyünü bizdən hesablamağımız istəyir. Baxın, ona bölünən ən yaxın ədədi götürməliyik. 41-dən ona bölünən ən yaxın ədəd 40-dır. Ona görə bu 40 olacaq. 30, 20, 10, tapdıq 10 və
ən axırıncı horizontalla verilən hündürlük çıxacaq. 41 çıxılsın 10. Bizdə verəcək nə? 31 metri. Düzgün cavab olacaq 31. Yəni B bəndi. 75-ə baxaq. Azərbaycanda abrovision reformaların yayıldığı əraziləri bizdən istəyir. Baxaq, Böyük Qafqazın Çoraz ovalığı, Böyük Qafqazın şimal-şərqi, bəli burada Xəzər dənizə çıxışı olduğu üçün abrovision reformalar yarana bilər, amma Qanı-Xərçayın dənizə çıxışı olmadığı üçün, yəni Xəzər dənizə çıxışı olmadığı üçün abrovision reformalar yarana bilməz. Sonra baxaq, burada Samur dəvətçidir. Samur dəvətçi uyğundur. Qarayazı və Qanı-Xərçay çökəkliyi burada variantı pozur. Ona görə B bəndi səhvdir. Qobustan alçaq dağlı, Lənkəran havalı, Gəncə Qazax düzü. Burada Qobustan alçaq dağlığı və Gəncə Qazax düzünün dənizə çıxışı yoxdur. Ona görə C bəndi səhvdir. Samur dəvətçi, Lənkəran ovalığı və Cənub-Şərqi Şirvan düzünün Xəzər dənizə çıxışı olduğu üçün burada abrovision, yəni dalğanın gördüyü iş ola bilər. Ona görə düzgün cavab olacaq D bəndi. Lənkəran ovalığı, Qusar mayıl düzənliyi, Abşeron yarımadası. Qusar mayıl düzənliyinin nədir? Dənizə çıxışı yoxdur. Ona görə burada abrovision reformalar yarana bilməz. E bəndi ona görə uyğun deyil. Düzgün cavab olacaq 75-də D bəndi. 76-ya baxaq. Eler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Burada bizdə AC yazıb, DF və BY. Baxaq, AC deyir, Paleozoy yaşlı dağlardır və aid olduğu materikin şərqində yerləşir. Açar sözümüzü burada elə götürə bilərik. Materikin şərqində burada Apalası götürə bilərik. Digərləri isə materikin qərbində yerləşirlər. Məsələn, Skandinaviyada Kolliyedir. Skandinaviyada Kollriyedir, Atlasdır. Bunlar şərqində yerləşir. Ural dağları da bildiyimiz üzrə materikin daxilində yerləşir. Ona görə digər variantlarımız avtomatik olaraq çıxır. Düzgün cavabımız elə variantda çıxır, elə A bəndi olur. Gəlin oxuyaq yenə də. B-də də 2-də deyir ki, Kanozoyda yaranmışdır. İnkişaf etmiş ölkə ərazisində yerləşir. Bu alt dağlarına aid xüsusiyyətdir və B-dir. Kanozoyda yaranmış və daimi qar xəttinə malikdir. Bu bilirik ki, Alpa aid olan bir xüsusiyyətdir. Sonra inkişaf etmiş ölkə. D-də deyir ki, inkişaf etmiş ölkə arasında yerləşir. Bir də şimal yarımkürəsi yerləşir. Bu da Apalaçının Alpın ortaq xüsusiyyətdir. Biri Şimal Amerika Birləşmiş Ştatlarında, digəri isə İtaliya, İsveçrə, Fransa, Almaniya, Avstriya və İsveçrə və digər bir şeydə xırda dövlət var ki, onların ərazisində yerləşdiyi üçün o ölkələrdə inkişaf etmiş ölkələr sayılırlar. 77-yə baxaq. Ölkə əhalisi, ölkə 25%-nin asılı xalqlar, qalanın isə, yəni 4,5 milyon nəfərin isə əsas xalq təşkil edir. Ölkənin ümumi sayəsi 120 min kvadrat kilometr olduğu nəzərə alaraq əhali sıxlığını hesablayır. Gəlin hesablayaq. Ölkənin dedik ki, əsas əhali nə qədərdir? 75 milyon nəfərdir. Yəni 75%-i 75 milyondursa 100%-i X olacaq. Yəni 25%-i digər xalqlardır. Buraya yazaq. Neçə? 4,5. Bir dənə sərgəyinə yazam. Bura olacaq 4,5. 4,5 milyon nəfər. 100%-imiz isə X olacaq. X buradan tapacağıq ki, X bərabərdir. Nə olacaq? 6 milyon nəfər olacaq. Yəni 4,5 100-ə vuracaq. Böləcək 75-ə eləcək nə? 6 milyon nəfər. Sonra isə ölkənin sıxlığı tapmaq üçün isə əhali bölünsün ərazi düsturundan istifadə edəcək. Yəni 6 milyonu böləcək 120 minə, cavab eləcək 50. Düzgün cavabımız olacaq A bəndi. Yəni bunu sərgəsəm, A bəndi. Sonra baxaq, dağ restorativ bitkilər harada yayılmışdır? Dağ restorativ bitkilər Lənkəran və Naxçıvanda yayılmışdır. Yəni bunu əzbəri bilməlisiniz. Düzgün cavabımız olacaq burada C bəndi.
Sonra Azərbaycan xarici iqtisadi əlaqələrində mühüm rol oynayan su nəqliyyat yolları Bakı-Ceyhan olmaz, Bakı-Poti olmaz, Bakı-Bektaş düzdür, Bakı-Aktağ düzdür, Bakı-Astara daxili kapotajda olduğu üçün, yəni beynəlxalq sayılmır, 5-i götürmürük, Bakı-Əjdərxan olar. Düzgün cavabımız olacaq 3, 4, 6 D bəndi. Sonra bizdən deyir ki, hissəsinə baxaq, doğru fikirlərə müəyyən edin. Atlas dağlarının yerləşdiyi bütün ölkələr Respublika idarəetmə formasına malikdir. Xeyr, yanlışdır. Mərakeş monarx idarəetmə quruluşuna malikdir, ona görə bir səhvdir. İndoneziya və Türkiyə G20-yə daxil olan ölkələrdir. Bəli, bu doğrudur. 2-ni götürərik. Verxanski və Ural dağları ölkələr arasında təbii sərhəd rolunu oynar. Xeyr, yanlışdır. Bu dağlar Verxanski Rusiya arasında düşür təmiz. Ural dağları isə nisbətən bir hissəsi Qazaxıstan düşsə belə təbii sərhəd rolunu oynamır. Ona görə 3 səhvdir. Braziliya dövləti Peru və Venezuela dövlətləri həmsərhəddir. Bu doğrudur. 4-ü götürərik. 2, 4. Vyetnam Benqal körfəzi sahilində yerləşir. Benqal körfəzi deyil, Cənubi Çin dənizində sahilində yerləşir. Ona görə 5 səhvdir. Və Kongo nə idi? Koreya Xalq Demokratik Respublikası və Laos sosial ölkələri. Bəli, bu doğrudur. 6-nı da götürək. Düzgün cavabımız olacaq 2, 4, 6 D bəndi. Yüksək atmosfer təzyiqi sahələrində baş verir. Havanın enən hərəkəti, daimi küləklərin dəyişməsi, siklonla yaranması, atmosfer yağıntılar miqdarı artması, havanın qalxan hərəkəti. Burada düzgün cavabımız olacaq A bəndə, havanın enən hərəkəti. Sonra baxaq. 82-də deyir ki, təbii zonalar, savana və seyrək meşələr, tayqalar və cüd yarpaqlı həmişə yaşıl meşə və kolluq olan xüsusiyyətlərini bizdən soruşmağımızı istəyir. Baxaq. Ancaq şimal yarımkürəsində rast gəlinir. Bu tayqaya aid xüsusiyyətdir. Lakin akademik səviyyədə bilikdə Cənub yarımkürəsində adalarda da tayqa meşələrinə rast gəlinir, yəni az bir şəkildə. Lakin bu məktəb dərsliğində yalnız şimal yarımkürəsinə aid edilir. Amma onu qeyd edeyim ki, məlumat kimi Cənub yarımkürəsinin adalarında da qanuna uyğunluq olaraq az da olsa tayqa meşələrinə rast gəlinir. Sonra baxaq, B-yə baxaq. Subekvatorial iqlim quşağında yayılmışdır. Bu savan və seyrək meşələrə aiddir. 1-ə B gedəcək. Sonra mövsüm dəyişikliyi müşahidə olunmur. Mövsüm dəyişikliyi müşahidə olunur. Yəni mövsüm dəyişikliyi deyildikdə ya 4 dənə fəsil nəzərdə tutulur və yaxud da 2 dənə, ya quraq dövr və yağıntılı dövr. Bu hər ikisində də yağıntılı dövr və quraq dövr olduğu üçün, hər üçündə daha doğrusu mövsüm dəyişiklikləri müşahidə olunur. Tayqada 4 fəsil demək olar ki, müşahidə olunur mülayimdə yerləşdiyi üçün. Cod yarpaqlı və həmişə yaşıl meşələrdə 4 fəsil demək olar müşahidə olunur. Lakin savana və seyrəkdə 2 fəsil müşahidə olunur. Yağıntılı və quraq mövsümlər müşahidə edilir. İl boyu quraq olurlar, xeyr, rütubətli olduqları dövrlər olur. Ona görə D bəndi səhvdir. Yəni C və D nədir? Səhvdir. Sonra baxaq, Aral dəniz sahilində yayılmışdır. Bəli, Aral dənizində yayılmışdır. Bu cod yarpaqlı və həmişə yaşıl meşələrə aiddir. 3-ə gedəcək Y. 1-ə B, 1-ə B, 2-yə A, 3-ə Y. Düzgün cavab olacaq. B bəndi. Ben qələm düzəldim. Aha, B bəndi. Doğru sıra müəyyən etməyimizi istəyir bizdən. Candar göl, yarımsərhəd və Quruçöl, Daşkəsən, Gəncə, Daşkəsəndə yerləşmir, bir səhvdir. Batabatiyaya quraq keçən soyuq, Şahbuz, Gülnüt Qapıcıq. 2-ni baxaq, 2 olar əslində, bir dəqiqə. Maralgöl yarımsərhədə yerləşmir. 2 əslində uyğundur. 2-ni götürək. Ağzı bir çala yarımsərhədə Quruçöl yerləşir. Harada? Samurda və Çovalığı. 4-ü götürərik. 1-2-yə qayıdaraq təzədəndən. Acınahır İsmail rayonunda yerləşmir. İsmail rayonunda yerləşmir. Nə də Qalax xeyri saydı. Ona görə 5-də götürmürük. Sarısı yarımsərhədə Quruçöl iqlimi İmişli Küraruz ovalında yerləşir. Düzgün cavabımız olacaq elə 6. 2, 4, 6. 2, 4, 6.
Biraz bata-bata, biraz başım qarışdı, amma düzgün camımız oldu ki 4-6. 84-də baxaq. Xəritə sıxımında iştiraklanmış iqtisadi rayonlar üçün ümumi xüsusiyyətləri müəyyən edin. Lənkəran Astara iqtisadi rayonu və Naxçıvan iqtisadi rayonudur. Modul tipli İES-lər fəaliyyət göstərib, doğrudur. Biri götürək. Tərkibində olan inzibati rayonlar sayı eynidir. Xeyr, birində 6, birində 7-də uyğun deyil. Sonra subalq və alt çəmənlikləri otlarlar kimi istifadə olunur. Yanlışdır. Dağ-sarı torpaqlar yayılmışdır. Bu da uyğun deyil. Lənkəranda dağ-sarı torpaqlar yayılır. Paleogen süxurlarına rast gəlinir. 5-i götürərək. Və meyvəçilik üzrə ixtisaslaşmışdır. Belə hər ikisi meyvəçilik üzrə ixtisaslaşır. 1, 5, 6 düzgün cavabımız oldu. 84-də cavabımız oldu 1, 5, 6. Davam eləyək. Dünyanın kənd təsərrüfatı ilə bağlı doğru fikirləri müəyyən edin. Çin, Polşa, Rusiya kartofçuluğu inkişaf etmişdir. Bəli, bu doğrudur. Biri götürürük. Qazaxıstan, Argentina və Fransa buğday ixracçılarıdır, ixracatçılarıdır. Ona görə burada 2 səhvdir. Sonra dəmir əkinçiliyi inkişaf etdiyi ərazilərdə yağıntılar fəslə özə bərabər paylanıb, doğrudur. 3-ü götürərik. Qabağına plus qoyaq. Buğday əkin sahələri çay plantasiyalarına nisbətən daha geniş sahədir. Bəli, 4 doğrudur. Sonra şəkər çuğunduru əsas istehsalçıları Braziliya və Kuba və Venezueladır. Şəkər çuğunduru mülayim iqlimdə yerləşir, mülayim iqlimdə əkilir. Lakin şəkər qamışı isə tropik iqlimlərdə əkildiyi üçün burada düzgün cavab deyil. Braziliya, Kuba, Venezuelada şəkər qamışı əkilir. Ona görə 5 səhvdir. Qaragöl qoyunçuluğu mülayim dəniz iqlim şəraitində inkişaf edilmişdir. Xeyr, subtropik iqlim daxilində inkişaf edilib, yəni subtropikin kontinental iqlim daxilində inkişaf edilib. Ona görə 6 səhvdir. Düzgün cavabımız olacaq 1, 3, 4. 85-də oldu 1, 3, 4. Sonra davam eləyək. Miqyası 1 bölünsün 5 milyon olan xəritədə əsas çay və qolların uzunluğu 4 cm-dir. Çay şəbəkəsinin sıxlığı 0,4 km kvadrat olarsa, su toplayıcı hövzənin sahəsini hesablayın kilometr kvadratla. Biz bilirik ki, miqyasdan azad edən zaman arxadan 5 dənə 0 silik qalacaq. Burada da 50, miqyasımız oldu 50 və xəritədəki məsafəmiz də 4-dür. Həqiqi məsafəni tapan zaman xəritədəki məsafəni vururduq miqyasa. Həqiqi məsafəni tapırdıq. Burada oldu həqiqi məsafə 200 km. Daha sonra 200 km. Daha sonra çay şəbəkəsi sıxlıq tapan zaman isə uzunluq bölünsün çay qolları idi. Yəni 200 bölünsün 4-ü 0,4. 200 böləndə 0,4-də bir dəqiqə baxaq. Baxaq, kalkulyator açın. 200 bölünsün 0,4. Cavab eləyəcək 500. Düzgün cavabımız burada oldu 500. Sonra baxaq, uyğunluq müəyyən edin. Niger və Mali, Birləşmiş Ərəb Əmirlikləri və Səudi Ərəbistan, Çili və Argentina. Baxaq, monarx idarəetmə forması sərcəvidir. Bu aid olacaq Birləşmiş Ərəb Əmirliyi və Səudi Ərəbistana. Biri A. Sonra dünya okeanına birbaşa çıxışları yoxdur. Bu aid olacaq Niger və Mali aid olacaq. Birə gedəcək B. Sonra emal edici sənaye nisbətən yüksək inkişaf ilə fərqlənir. Bu Çili və Argentina aid olacaq. 3-ə gedəcək C. Sonra iqtisadi inkişafı zəngin yanacaq ehtiyatlarına əsaslanır. Bu təbii ki aid olacaq Birləşmiş Ərəb Əmirliyinə və Səudi Ərəbistana aid olacaq. 2-ə gedəcək D. Zəif inkişaf etmiş iqtisadiyyata malikdir. Afrika ölkələri əksəriyyəti zəif inkişaf etmiş iqtisadiyyata malik olduğunu biz bilirik və 1-ə də gedəcək Y. Düzgün cavabımız olacaq 1-ə B, Y, 2-yə A, D, 3-ə C. Situasiyaya baxaq.
Sırasıyla deyir ki, A, B ve C ölkələri Baltik dəniz Baltik dənizə, bu dənizə aid olan körfəzlər sahilində yerləşir. Bu ölkələrin bu ölkələr unitar respublikadır. A, B və C ölkələri eyni iqlim qurşağında formalaşmışdır. Onların relyef formaları da oxşardır, yəni relyef oxşardır və mütləq hündürlüklərinə görə bir-birindən çox az fərqlənirlər. Təbii şəraitdə burada əkinçilik və südlük ətlik istiqamətdə heyvandarlıq inkişafına imkan yaradır. Bu ölkələr əvvəl SSR-in tərkibinə daxil olmuşlar. Bu ölkəsi həm A və C ölkələri quru sərhədinə malikdir. A ölkənin əhalinin əksəriyyəti B və C-dən fərqli olaraq Ural dil ailəsinə mənsubdur. Söhbət burada Litva, Latviya, Estoniyadan gedir və görək indi bizdən nə istəyir. A və B ölkələrin cədvəldə yazın və bu ölkələrin hərflərin müvafiq xəritə sxemdə qeyd edin. Məndə xəritə sxemdə yoxdur. Yəni A-ya desək Litva, B-yə desək Latviya, C-yə desək Estoniya və siz onu tapıb qeyd edərsiniz. İndi harda hərflə göstərilib, yəni ona uyğun siz deyərsiniz. Yəni uyğun yazmısınızsa düzgün cavab olacaq. Sonra baxaq, A ölkəsində əhalinin aid olduğu dil qrupu və bu ölkə ilə eyni dil ailəsinə mənsub olan digər Avropa ölkələri adını müəyyən edib cədvələ yazın. Biz bilirik ki, A ölkəsi, yəni Latviya və Litva Baltik dil qrupuna daxildir və Baltik dil qrupu da Hind-Avropa dil ailəsinə mənsubdur. Deyir ki, eyni dil ailəsinə mənsub olan digər Avropa ölkələrinin adlarını qeyd edin. Məsələn, Fransa olar, İtaliya olar, Almanya olar, sonra İngiltərə olar, İsveç olar, Danimarka olar və digər ölkələr ola bilər. Həmçinin Belarusdur, sonra Serbiyadır, Xorvatiyadır, bu ölkələrdə yaza bilərsiniz. Sonra baxaq, 90-da deyir ki, A, B və C ölkələrinin sahillərini yuyan dəniz körfəzlərinin bu ölkədə yayılmış relyef formaları və ilin quşaqları adlarını müəyyən edib cədvəldə yazın. ABC ölkələrinin sahillərini yuyan dənizin körfəzinə bu ölkələrin yayılmış relyef formalarını və iqlim quşaqlarının adlarını müəyyən edib yazın. Təbii ki, burada olacaq Riga körfəzi, Botnik körfəzi və Fin körfəzi olacaq. Yəni siz özünüz cədvəldə nə yazmışsınızsa, yəni uyğunlaşdırıb cavabını tutuşdurarsınız. Yəni Riga, Botnik və Fin körfəzidir. İqlimi mülayim kontinental olacaq və relyef forması da əsasən düzənlik və abrozor relyef formaları üstün təşkil edəcək. İzahımız bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm. Ümid edirəm hər biriniz imtahanda yüksək nəticələr əldə etmisiniz. Hər birinizə bir daha uğurlar arzu edirəm.